Sözlənən, sözdən səs gəlir. Sözdələndə Cəlil Məmmədquluzadənin Zırrama hekayəsini sənə danışıram. Hekayənin yazılı mətni 2004-cü ildə Öndər Nəşriyyat tərəfindən nəşr olunmuş Cəlil Məmmədquluzadənin əsərləri 1-ci cild kitabındandır. Kitabın tərtib edəni və izahların müəllifi İsa Həbibbəyli, redaktoru Vaqif Məmmədovdur. Hekayənin elektron mətni kitablar.com veb saytından götürülüb. Günortadan 3 saat yarım keçmişdi, gəlirdim mənzilimə. Yorulmuşdum və acmışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən. "Molla əmi, yəqin ki məni tanımırsan." Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim. "Boy, buna bax, niyə tanımırsan? Mən sənin həmşərinəm də. Niyə Hacı Novruz ağanı tanımırsan? Mən Hacı Novruz ağanın qardaşı oğluyam da. Öz həmşərini tanımırsan?" Dedim. "Bağışla, vallah tanımıram." Kişi biraz da ucadan başladı. "Niyə? Qala məhəlləli Hacı Novruz ağanı tanımırsan? Niyə sən özün neçə dəfə uşaqlıqda bizə gəlmisən? Biz ki bir məhəllənin uşağıyıq." Dedim. "Vallah əzizim, bağışla tanımırdım. İndi ki deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük. Buyur gedək qonağımız ol." Təzə həmşərim o biri əlimi də aldı əlindən və dedi. "Yox, əmioğlu, mən sizə getmənəm. Əvvəl sən bizə gərək gələsən. Sonra mən sizə gedəm. Yoxsa canın üçün getmənəm. Mənzilim bu yavıqdadır." Və bu sözləri deyə-deyə əllərimdən yapışıb başladı məni çəkməyə. Dedim. "Sağ ol, iltifaqın artıq olsun. İndi gedə bilmərəm, çünki çox yorğunam. İnşallah bir özgə vaxt gələrəm." Həmşərim bu sözləri eşitcək, güya ki, cuşa gəldi. "Sən öləsən, qoymanam. Gərək gedək bizə. Bu saat samavarım dəmdədir. Sən öləsən, gərək gedəsən. Qasım ağa da bizdədir. Mirzə Abbas da bizdədir. Onları evdə qoydum. Gəldim səni də aparam. Çox da səni görmək arzusundadırlar. Deyirlər mollanı gətirməmiş, evə gəlməyəsən." Mən bilmirdim Qasım ağa kimdir, hansı Mirzə Abbasdır. Onların da kim olmaqlarını soruşsaydım, dostum başlayacaqdı onların da atalarından və əmilərindən bir yekə tarix açmağa. Ancaq onu elədim ki, əllərimi bir təhərlə həmşərimin əlindən qopartdım və özümü soxdum küçə qapımızdan içəri. Və geri çönüb bir dəfə üzr istədim. Pilləkənlər yuxarı qalxanda küçədə rəfiqimin uca səsini eşidirdim. Daha bilmirdim nə deyir. Girdim evə və başladım bir tikə çörək yeməyə. Bizim balaca qız boşqabları stolun üstünə qoyanda dedi ki, bir adam gəlmişdi, səni qonaq çağırırdı. Mən dinmədim, çörək ağzımdaydı. Qızım duzu stolun üstünə qoyanda da dedi ki, gələn adam deyirdi ki, mənim adım Qurbanqulu bəydir. Novruz ağanın qardaşı oğluyam. Deyirdi Molla Nəsrəddin bizim həmşərimizdir. Səni də küçədə gözləyirdi. Bax, budur, indi yenə küçənin ortasında var-gəl eləyir. Axşam vaxtı çay içdiyim yerdə küçədən bir adam məni çağırdı. Başımı qalxızıb gördüm ki, Qurbanqulu bəy əllərini belinə qoyub, başını da biraz dikəldib bizim akoşkaya tərəf boylanır. Mən cavab vermədim. "Molla əmi, salam əleykum. Buyur bizə çay içək." Dedim. "Bəy, hazır çayımız stolun üstündədir. Sən qabaqca özün buyur bizə." Və uşağı göndərdim küçə qapısını açsın. "Molla əmi, and olsun sənin canına gəlmənəm. Sən qabaqca bizə təşrif gətirməsən, mən sizə gəlmənəm." Mən yenə haman təklif elədim. Amma rəfiqimin halətindən elə başa düşdüm ki, heç vəclə bizə gəlməyəcək. Papağımı qoyub yendim küçəyə və nə qədər həmşərim təkid elədi, mən onlara gedə bilmədim və üzr istədim. Amma bununla bərabər dostum məni xeyli yordu. Çünki 5 dəqiqənin içində bəlkə 1500 söz danışdı. Qabaqca yenə haman müqəddimədən başladı ki, Novruz ağanın qardaşı oğludur. Əmisini Atlı Sultan eləyiblər, özünü qubernat öz yanında baş sekretar eləyib. Böyük qardaşı Xəlil ağa teleqraf naçalniki olub.
Kiçik qardaşı Məmməd Hüseyn bəy əfsər olub. İrəvandan Məşədi Cəfər gəlib gedir Moskvaya. Məşədi Qurbanəli gəlib Tiflisə özünə diş qayırtdırsın. Sarvanlardan çox züvvar gəlib Xorasana gedir. Hacı Həsən ağanın oğlu Möhsün naxoş olub həkimə gətiriblər. Rusla Osmanlının Kars üstə danışıqları var və araları sərinləyib. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər. Naxçıvanda pendir biraz bahalanıb və daha da belə-belə xəbərləri barmaqları ilə saymaqda idi. Mən xudafiz elədim və istədim uzaqlaşam. Qurbanqulu bəy istədi yapışı əlimdən və məni saxlaya, dartındım və özümü qurtardım. O mənim dalımca yenə danışırdı, amma daha uzaq idi. Haman gecənin səhəri elə bildim ki, yuxuda mənə bu sözləri deyirlər. Əmim Novruz ağanı atlı sultanı eləyiblər. Qardaşım teleqraf naçalniki olub. Məşədi Qurbanəli gəlib diş qayırtdırmağa. Gözlərimi açdım. Gördüm hava təzə işıqlanır. Biraz da o tərəfə bu tərəfə baxdım və bildim ki, küçədə danışan var. Rəfiqim Qurbanqulu bəyin səsini haman saat tanıdım. Biraz da təəccüb elədim. Onun üçün də köynəkçək durdum, gəldim akoşkanın qabağına və gördüm ki, Qurbanqulu bəy yenə əlləri belində durub, küçənin ortasında və mənim kimi bir üzü yola Allah bəndəsi ilə qarın-qarını verib ucadan deyir. Rusla Osmanlının arası sərindir. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər. Hacı Həsən ağanın oğlu Möhsünü gətiriblər həkimə. Uşaqlara yavaşca dedim ki, akoşkaya tərəf gəlməsinlər və məni soruşan olsa desinlər gedib idarəyə. Yavaşca bir stəkan çay içib, bir tikə çörək yeyib, hazırlaşdım evdən çıxmağa. Amma necə çıxım? Necə çıxım ki, bu zalım oğlu məni görməsin? Özgə yolda yox idi. Allah rast saldı, həmşərim nə təhər oldusa küçədən yox oldu. Çıxdım küçəyə və ehtiyatlı keçib getdim. Aradan bir gün keçdi. Həmşərimi daha küçədə görmədim. Bilmədim başı nəyə qarışıb, ya bəlkə şəhərdən köçüb gedib. O biri gün yenə günortadan 3-4 saat keçdikdə ac və yorğun gəlirdim evə. Biraz da fikirli idim. Amma yadımda deyil, nə fikirdə idim. Küçəmizə yetişən kimi ürəyim qırp düşdü. Qurbanqulu bəy yenə əlləri belində küçənin ortasında var-gəl eləyirdi və yoldan keçən bir rusla uzaqdan uzağa bilmədim nə danışırdı. Dedim ki, bəlkə xəlvətcə özümü soxam evə, amma olmadı. Zalım oğlu deyəsən ov tulası kimi hiss eləyirdi. Uzaqdan məni görəcək çığırdı. Salam əleykum, molla əmoğlu. Əmoğlu, çoxdandır görsənmirsən. Deyəsən bizdən iltifatını kəsibsən. Heç demirsən vilayətimizdən gələn kim, gedən kim? Əmim Novruz ağanı atlı sultanı eləyiblər. Özüm də indi qubernat yanında baş sekretaram. Xəlil ağa teleqraf naçalniki olub. İrəvandan Məşədi Cəfər gəlib Moskvaya gedir. Məşədi Qurbanəli gəlib Tiflisə özünə diş qayırtdırmağa. Sarvanlardan da çox züvvar gəlib. Hacı Həsən oğlu Möhsün naxoş olub. Həkimə gətiriblər. Rusla Osmanlının araları pozulubdu. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər. Mən doğrudan da çox ac idim və çox da yorulmuşdum. Və bunu da bilirəm ki, insan necə çətinliyə düşsə, gərək tab gətirsin. Və nə eləyir eləsin, amma gərək ədəbi və nazikliyi əlindən qoymasın. Bunu mən bilə-bilə vallah yenə tab gətirə bilmədim. Və dinməz söyləməz özümü soxdum dalana, qalxdım evimizə və çörək istədim. İnsafımın və vicdanımın yanında məhsul olaram, əgər yalan desəm ki, təqribən yarım saat mənim təamüm çəkdi və yarım saat da çay içib uşaqlarla söhbətim çəkdi. Bu bir saat müddətində rəfiqim Qurbanqulu bəy yenə haman küçənin ortasında əlləri belində durub gahdan bir yol ilə gəlib gedənlərdən bəzi üzü yolaların qabağını kəsib, birinə deyirdi ki, əmim Novruz ağanı atlı sultanı eləyiblər. Birinə deyirdi ki, Məşədi Qurbanəli gəlib Tiflisə özünə diş qayırtdırmağa. Birinə deyirdi ki, qardaşım Məmməd Hüseyn bəy qoşun böyüyü olub. Dünən mən idarədə qeyri həmşərilərimin birinə rast gəldim və bu keyfiyyət yadıma düşdü. Ona dedim, gözün aydın olsun, bizim gözəl vilayətdən buraya bir həmşərimiz də gəlib. Dedi, kimi deyirsən? Dedim, Novruz ağanın qardaşı oğlu Qurbanqulu bəyi. Mənim bu sözümün cavabında indiki həmşərim Qurbanqulu bəy barəsində tək bir söz buraxdı. Amma bilmirəm bu nə sirdir ki, o söz mənim yadımdan heç çıxmır.
Dedi: "Ay molla əmi, hələ o zırrama hardan gəlib səni tapıb?" Dedim: "Zırrama nə deyirsən?" Dedi: "Zırrama haman adama deyirəm ki, onun adı Qurbanqulu bəydir. Özü də Novruz ağanın qardaşı oğludur və özü də bizim gözəl vətənimizin meyvəsidir." Dedim: "Bir də de." Dedi: "Zırrama." Amma heç yadımdan çıxmır.